Rəbb bizə deyir, mənim yaralarımda siz şəfa tapdınız. Onun yaraları bizə şəfa verdi. Açıq şəkildə bizə ilahi bir vəd verir. Ancaq biz kəlamı bütöv şəkildə başa düşəndə bu vəd daha dərin, daha geniş məna daşıyır. Bəzən yer üzərində hər imanlıda fiziki şəfa dərhal gerçək olunur. Və bunu biraz açıqlamaq istəyirəm. Bir neçə mühüm ruhani səbəblər. Əsas şəfa ruhidir. İsa Məsihin çarmıxındakı yaraları ilə biz əvvəlcə günahdan, lənətdən, Allahdan, ayrılıqdan şəfa aldıq. Çünki bir zamanlar biz günah içindəydik, lənət içindəydik, Allahsız idik. Və bu bizə, çarmıq bizə bu şəfanı verdi. Fiziki şəfa mümkündür. Amma əsas məqsəd ruhun bərpasıdır. Rəbbin vaxtı və yolu fərqlidir. Bəzən Rəbb dərhal şəfa verir, bəzən isə proseslərlə, bəzən də başqa yollarla. Məsələn, həkim vasitəsilə, istirahət vasitəsilə və dəyişən həyat tərzi ilə. Yəni, bizim həyat tərzimiz bizi xəstələndirə də bilir və yaxud bizi günaha batıra da bilir. İstirahətsiz bir insan xəstə ola bilər. Bu, Rəbb tərəfindən verilən xəstəlik deyil. Sadəcə öz canıva baxmadığına görə. Bu, iman çatışmamazlığı da deyil. İman mexaniki düymə deyil. İman dedim və oldu. Sistemi də deyil. İman təslimiyyət və etibardır. Bütün xidmətin Rəbbə məxsus olduğunu anlayasan. Bütün səndə olan biliyin, zəkanın Rəbdən gəldiyinə imanla yanaşasan. Bəzən xəstəlik deyil, xarakter, iman dərinləşir. Biz düşmüş bir dünyada yaşayırıq. Günahın nəticələri hələ tam aradan qalxmayıb. Tam fiziki bərpa Məsihin qayıdışında olacaq. Yəni, elə bir günahlı dünyada yaşayırıq ki, dünyanın özü günahdır. Və biz günahlı dünyanın içində günahlara yol verərək yaşayırıq. Vacib olan bir tarazlığı deyə bilərəm. Şəfa üçün dua etmək doğrudur. Şəfa alanda şükür etmək də doğrudur. Şəfa gecikəndə özümüzü və başqasını ittiham etmək yanlışdır. Həqiqət isə budur. Şəfa Rəbbin əllərindədir. İman isə onunla əlaqədə qalmalıdır. Yəni, biz əgər xəstə isə Rəbdən uzaqlaşmırıq. Bu çox yanlış bir səhv. İmanlı xəstə olanda belə Rəbb onu tərk etmir. Bunu anlaması lazım. Əsas burada motiv nədir? Sən inanmalısan. Sən xəstə olsan da Rəbb səni tərk etmir. Hansı etaplardan keçirsən keç, o yerdə Rəbb sənin yanında olacaq. Əgər istəsən, sən bu vəziyyət üçün daha çox duada qalacaqsan, daha çox ehtirafda yaşayacaqsan və Rəbbə şükür etməyə davam etdirəcəksən. Belə bir sual çıxır, niyə bəzən şəfa olur, amma tam olmur? Yenidən xəstəlik qayıdır. Bu sual hər birimizin içində. Şəfa ilə xilas eyni şey deyil. Bunu anlamamız lazım. Xilas bir dəfəlikdir, bizə verildi. O əlimizdən alınmır. Amma yer üzərində yaşayırıq. Xilasımız alınmasa da bizim şəfamız bəzən baş tutmur. Çünki biz şəfa alırıq, şəfa artıq alandan sonra qirur gəlir, başqa bir şeylər gəlir, şəfa bizdən uzaqlaşır. Yəni, şəfa bəzən mərhələli olur. İsiyə də baxanda biz görürük ki, bəzi insanlar dərhal, bəzilərini proseslə sağaltdı. Mark 8:22. Kör adam 2 mərhələdə gördü. Baxın, bu iman azlığı deyil, Allahın yoludur. Rəbbin yoludur. Bədən hələ köhnələnir, ruh xilas olub. Amma bədən hələ zəifləyir.
yorulur, xəstəliyə açıqdır. Tam bədən şəfası dirilmə günündə olacaq. Yəni, tamamilə dünyadan ayrılmırsan. Nəyə görə o vaxt? Ona görə ki, tamlığı ilə dünyadan ayrılırsan. Romalılar 8 də bu barədə deyir. Ruhani müharibə və davamlılıq. Şəfa alındıqdan sonra qorxu gəlir, şübhə gəlir, köhnə vərdişlər qayıdır. Bax, bunlardır. Yoxsa Rəbb verirdi artıq sənə şəfanı. İsa dedi ki, ayıq olun. Bu demək deyil ki, şəfa yalandır. Sadəcə qorunmalıdır. Ayıq olun, dedi İsa. Dua ilə şəfa alıb, amma istirahət etməmək, stres, yanlış qidalanma, bədəni yenidən zəif sala bilər. İnsanlar daha çox öz bədənlərinə deyil, başqalarının nə düşündüyünə imanla yanaşırlar. Başqaları mənə nə edər? Birisi xəstədir, birisi onun yanına gəldi. O məcburiyyət qarşısında özünü hiss edib, o durub ona qulluq edəcək və bu bədəni yorur. Bu bədəni istirahətdən azad edir. Allah ruhu şəfa verir, amma bədən qanunlarla işləyir. Allahın məqsəd təkcə rahatlıq deyil. Dediyim kimi, bəzən dərhal tam şəfa verir, bəzən isə insanı özünə daha çox bağlayır. Bu da şəfa prosesinin bir hissəsidir. Mən bir xəbərdarlıq etmək istəyirəm. Bunları heç vaxt unutmayın. Şəfa olmadısa, iman yoxdur, bu yanlış bir sözdür. Yenə xəstə oldu, deməli alınmadı. Bu da yanlış bir şeydir. Bu sözlər yaralayır, şəfa vermir. Doğru mövqeyimiz nədir? Şəfa üçün dua etməyə davam edək. Şəfa əlamətinə görə şükür edək. Rəbbə, qorxuya yox, kəlama sarılaq. Bədəni də qorunmağı unutmayaq. Şəfa bəzən yol, bəzən də gizli dərin bir işdir. Allah verdiyini geri almır. Amma bəzən biz şəfanın içində böyüməli oluruq. Həqiqətən də bunların hamısı bizim həyatımızda böyük bir gücdür. Böyük bir xeyirduadır. Baxın, ola bilər ki, bizim başımız ağrır, ola bilər ki, gecə yata bilməmişik. Ancaq durub Rəbbin o kəlamlarını, bizə verdiyi qorunmanı dərk eləməliyik. Ki, həqiqətən mən qorunma altındayam. Və əgər biz həqiqətən ağlımızla, şuurumuzla, çünki kəlam bizə deyir ki, öz ağlına güvənmə. Bizim ağlımız, şuurumuz bizi başqa yerə yönəldir. Ona görə bizə belə deyir. Ancaq Rəbb kəlamında deyir ki, mənə güvən. Deyir, mənə güvən. Biz ona güvənəndə öz ağlıva deyir, etibar etmə. Bu bilir ki, insani ağıldır bu. İnsani ağıl səni başqa yerə çevirir və insani ağılda yönlənmə başqadır. İnsanların yönlənməsi və dünyadan gələn yönlənmə. Dönüb artıq güvəni hiss edəndə artıq Rəbbin ağlı ilə hərəkət edirik. Rəbbin bizə verdiyi ruhani həyatla biz yönlənmə verdik ki, mən qorunma altındayam. Mən təhlükəsizəm. Ancaq elə belə də biz düşünürük ki, yox, buradayam, artıq meşədəyəm. Meşədə nə qorunma olacaq ki? Daha heç kim yoxdur, məni burada canavarlar yeyib aparacaq. Bu düşüncə gəlir ağlımıza, başa düşürsünüz? Ancaq əgər biz harda olmağımıza baxmayırıq, baxın, Yaqub çöllü bir biyabandaydı və Rəbb orada ona görsəndi və onun yanında oldu. Baxın, Yusif dərin quyunun içindəydi. Rəbb orada onunlaydı. Daniel, necə deyirlər axı, dostları ilə bərabər, hansı ki, o şirlərin ağzındaydı. Ancaq Rəbb onunlaydı. Baxın, bunların hamısı bizə bir dərsdir. Və Rəbb burada bizə göstərir ki, mən seçdiklərimi heç bir vaxt tərk etmirəm. O dönə-dönə bizə deyir ki, mən tərk etmirəm.
Sadəcə tərk etmə varsa, bu bizim tərk etməmizdir. Bizim düşüncəmiz, ağlımız onu tərk edir. Və tərk edir, dünyəvi düşüncə ilə yaşamağa başlayırıq. Dünyəvi. Artıq söyüb, döyüb, lağ eləyib, lağ edim. Yəni, artıq bu dünyəvi düşüncədir. Artıq biz haçan ki, Rəbbin üzünə geri dönüb baxırıq ki, Rəbb var burada, o zaman hər şey dəyişilir həyatımızda. Şükür olsun.